Hər il baş verən su basmalar, yağış sularının küçə və prospektlərdə yaratdığı müxtəlif çətinlikləri aradan qaldırmaq məqsədilə bir müddətdir həyata keçirilən sahil kollektoru layihəsi artıq yekunlaşmaq üzrədir. Ərazidə olan əməkdaşlarımız görülən işlər və layihənin üstünlükləri barədə bir reportaj hazırlayıb. Paytaxtın mərkəzində formalaşan tullantı sularının təhlükəsiz daşınması illərdir ciddi narahatlıq yaradır. Problemin aradan qaldırılması məqsədi ilə həyata keçirilən sahil kollektorunun yenidən qurulması layihəsinin icrası sürətlə davam edir. Sözü gedən layihə 9,8 km uzunluğunda geniş zolağı əhatə edəcək ki, bunun da 7,6 km-lik hissəsi artıq tam başa çatdırılır. Layihə Mikayıl Hüseynov prospektindən Xətai rayonu Ramiz Quliyev küçəsi istiqamətindəki nasosxanada tamamlanacaq. Ümumi dərinliyi 15, 17, 18, 20 metr. Diametri isə 2000 mm olan və dəmir beton bordan inşa edilən mikrotunellər layihənin əsas elementidir. Bu üsul yerüstü hərəkətə minimum müdaxilə etməklə dərinlikdə yüksək dəqiqliklə iş aparmağa imkan verir. Bəs bu mikrotunellər daha nəyə xidmət edəcək? Yaşayış, ticarət və ictimai obyektlərdən gələn kanalizasiya sularının toplanması, bu suların nasosxanaya və su təmizləyici qurğulara yönləndirilməsi, mərkəzi şəhər hissəsində sızma və daşma riskinin azaldılması, güclü yağışlar zamanı yaranan səth sularının qəbul edilməsi, kanalizasiya sistemində yüklənmənin qarşısının alınması, küçələrdə və bulvar ərazisində su basma hallarının minimuma endirilməsi. Layihə su hövzələrinin çirklənməsinin qarşısını almağa da xidmət edəcək və xəttin üzərində inşa olunacaq 21 şaxtadan 7-sində işlər artıq yekunlaşıb. Tikinti işlərinin 2028-ci ildə tamamlanması nəzərdə tutulub. Bu tip layihələr ümumiyyətlə xüsusən mikrotunel texnologiyası ilə qurulan kanalizasiya şəbəkəsi müasir və dayanıqlı olması ilə seçilir. Geniş ərazilərdə qurulma imkanı var. Kollektorlar vasitəsilə artıq yağış sularını da paralel olaraq drenaj suları ilə daşımaq mümkün olacaq. Mikrotunellərin xarici qatının qəlib konstruksiyalarla möhkəmləndirilməsi isə prosesin yekun mərhələsinin başlanğıcı hesab olunur. Layihə tam başa çatdırıldıqdan sonra sızmaya qarşı yoxlamalar və nasosxana sisteminə inteqrasiyası ilə Bakı və ətraf ərazilər yenidən qurulan müasir su təchizatı sisteminə qovuşmuş olacaq. Natiq Çıraqzadə, Vahab İmanzadə, Zaur Dadaşov, AzTV xəbər.